Selamünaleyküm. Bugünlerim ginekoloji operasiyası hakkında bir video çekeceğiz. Bu videoda ümumi məlumatlardan bahsedeceğim ve bu məlumatlar herkesin işine yarayacak tipten məlumatlardır. Yani benim ginekolojiden başım tutmur. Soruşana deyərsən və yaxud da mənim ehtiyacım yoxdur buna, ehtiyacı olana istediğinde deyərsən. Yani ümumi anladım. Ondan sonra isteyen istediğinden istifade eder. Evvelce bu operasiyada doğuştan ve doğuş prosedurları hakkında müəyyən məlumatlar vereceğim. Ve hamilelikte baş veren bazı hastalıklardan danışacağım. Mesela ginekoloji operasiyasında daha çok eşittiğimiz alet var ki buna forceps deyilir. Yani bizim dilde tibbi maşada deyilir. Bu hamilelikte uşağın doğumunda istifade olunan bir alettir. Bu aletin istifadesi daha çok doğuşta problemler yaranarsa istifadesi məsləhətdir. Məsələn, bildiğimiz kimi hazırda keyser əməliyyatına gösterişler de çoxdur. Belki de 50% kimi yüksek seviyededir. Keyser əməliyyatının olmasının, bu seviyede yüksek olmasının sebebi yani kadınların daha çok özlerine əziyyətə vermemesidir. Halbuki tabi doğuş yani əziyyətli olsa da lazımi hormonların progesteron, oksitosin, fıradı, uşağın uşaqlıq yolundan keçməsində məruz qalacaq prosedurlar cəhətindən təbii doğuş əlbəttə ki, önəmlidir. Lakin məcburi vəziyyət varsa, köndələn doğuş kimi, burada artıq həkim buna qərar verir ki, burada keyser əməliyyatı mütləq mənada olmalıdır. Lakin bununla beraber bazı köndələn doğuş vəziyyətləri vardır ki, burada ikiz doğuş olur ve ikiz doğuştan birinde baş gəlişi ve yaxud da sarı gəlişi olur. O tabii surətdə doğur. Bundan sonra ise uşaqlıq yolu genişləndiyindən dolayı əli salıb artık orada ikinci köndələn vəziyyətdə olan uşağı çevirib normal surətdə dünyaya getirmək olar və yaxud da forceps vasitəsilə. Lakin burada əsas dikkat edilecek yer birinci doğan uşağın baş veya da sarı gəlişində gəlməsidir. Hamilelikte müşahidə ediləcək bazı xəstəliklərdən də məlumat verəcəm dedim. Bunlardan biri preeklamsiyadır. Daha sonra 20. həftədən sonra müşahidə edilir. Yüksək qan təzyiqi 190'ın 90'a kimi və silikdə zilal müşahidət proteini ilə müşahidə edilen bir xəstəlikdir. Məşhur bir xəstəlikdir. Hamilelikdə çox baş verən xəstəliklərdən biridir. Bundan başka ümumi genel olarak bazı məlumatlardan danışacaq olsaq, məsələn, uşağın döyüntüləri var ananın qarnında. Bu, yani ananın ürək vurmalarının 2 qatıdır. Mesela ananın ürək vurusu 75'te, uşağınki 150'dir. Yani bu təbii haldır. Ürək döyüntülərinin bu vəziyyətdə olması. Bir de mesela ürək döyüntülərinin eşidilməsi vardır ki, erken həftələrdə dölün ürək döyüntülərinin eşidilməsi daha çok qasıq nahiyəsində baş verməkdədir. 20. həftədə göbək səviyyəsində eşidilir. 28 həftədən sonra isə baş gəlişidirsə qasıq nahiyəsindən biraz aşağı, sarı gəlişidirsə isə göbək nahiyəsindən yuxarıda ürək döyüntüləri eşidilməkdədir. Bununla beraber bazı anomaliyalardan da danışaq. Mesela dölün gəliş anomaliyaları var ki, bunlar 3 variasiyada anladılır. Tam gəliş, hissəvi gəliş və kənari gəliş olarak 3 hissəyə ayrılmaqdadır. Tam
total zift gəlişində zift uşaqlıq yolunu tam örtür, uşaq ağzını tam örtür. Hissəvi zift gəlişinin adından bildiyi olaraq bir hissəsini örtür, uşaqlıq ağzını. Kənari zift gəlişində isə uşaqlıq ağzı, həmin uşaqlıq yoluna keçən hissəyə kənarına gəlir, zift əhatə edir, amma tam örtmür. Lakin daxili tərəfdən örtdüyündən dolayı ziftin doğuşa başladığında qanaxmalar baş verə bilir kənarında. Biraz hematomalardan danışmaq istəyirəm. Hematomalar nədir? Əvvəla bundan başlayaq. Ümumi olaraq bədənin hər bir nahiyəsində meydana gələ biləcək bir patologiyadır. Burada əsas məsələ qanda olan damarın tromblaşmasıdır və damar divarında yığılıb hematomalara səbəb olmasıdır. Yəni, qanda laxtalanma prosesi gedir, fibrin əmələ gəlir və bunun nəticəsində tromblaşmalar əmələ gəlir ki, bu da hematomalara gətirib çıxarır. Hematomalar, bunun indi hamiləliklə əlaqəsini deyəcəm, daha sonra sefalohematomaları cəhəti ilə deyəcəm. Amma ki, ümumi olaraq hematomalardan haqqında da anlayış verəcək olsam, hematomalar elə bir xəstəlikdir ki, məsələn, ağır forması var. Beyində baş verən hematomalar, subdural hematomalar, əlbəttə ki, daha ağır dərəcəli hematomalar adlanır. Hamiləliklə bağlantısı nədir? Burada daha çox sefalohematomalar var ki, o daha çox kiçik yaşlı uşaqlarda baş verən prosesdir. Burada da əsas etibarilə prosesin gedişi nədədir? Məsələn, bu ananın qarnında da baş verə bilər. Məsələn, doğuş zamanı da bəzi prosedurlardan dolayı, məsələn, o uşaqlıq yolunun dar olmasından dolayı sürtünmə ola bilər. Məsələn, uşaqlıq yolu dar olduğunda burada sürtünmə ola bilər ki, bu da bu sürtünmələr nəticəsində səbəbilə yenə sefalohematomaların bir səbəbi ola bilər. Bununla bərabər, məsələn, uşaq ananın qarnında olduğu vaxtı da uşaqda hematomaların baş verməsi mümkündür. Bu da dərəcələri ayrılır. Birinci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli. Əksəriyyət və birinci, ikinci dərəcələr daha yüngül keçir. Hematomalardan danışmağa davam edirik. Sefalohematomalardan danışırıq. Sefalohematomalar daha çox uşaqlarda baş verən hematomalardır. Bunun da əsas səbəbi uşaqların fizioloji quruluşu və bu xəstəliyə daha çox yatkın olmalarıdır. Yəni, belə də deyilə bilər ki, uşaqlarda hematomanın keçməsi prosesi böyüklərdən daha rahat şəkildə baş verir. Bunun səbəbi isə uşaqlarda bədənin daha sürətli inkişaf etməsi və bədənin daha sürətli olmasıdır. Həmçinin qan dövranının da. Bildiyimiz kimi hematomalar qanda əmələ gəlir və tromb halında görsənir. Lakin uşağın, məsələn, yeni doğulmuşun qan dövranı ən az 2 dəfə sürətli olur. Hamilə vaxtı uşağın qan dövranı ananınkinə eyni ilə ürək vururları da və bu səbəbdən də yeni doğulmuşda da bu sürət görsənir və hematomalar daha sürətlə sorulub gedə bilər. Məsələn, biz ağırlıq dərəcələri olaraq hematomaları 3 yerə ayırırıq. Birinci, ikinci və üçüncü dərəcəli hematomalar. Birinci və ikinci dərəcəli hematomalar çox da ağır keçmir. Lakin bunun da səbəbləri vardır. Çünki birinci dərəcəli hematomalarda müşahidə etdiyimizdə əksəriyyətlə damarlarda tromb əmələ gəlsə belə bunun ölçüsü çox olmur. Bəzən sadəcə olaraq dəri altında göyərmə kimi müşahidə olunur və hətta bəzən rəng dəyişikliyi belə vermir. Amma məsələn, ikinci dərəcəli hematomalarda burada yəni qan toplantısı az olur.
Ama ikinci derecede hematomalarda kan toplantısı biraz daha çok olur. Derinin renginde değişmeler olabilir, görmeler olabilir. Damarlarda gerginlik biraz daha çok olur. Çünkü toplantı biraz daha çok olduğundan dolayı biraz daha çok risk taşır. Üçüncü derecede hematomaları ise xüsusən də bu hematomaların hansı nahiyədə əmələ gəlməsi önemlidir. Məsələn, sefalohematomalar daha çox risk taşır. Subdural hematomalar, intraserebral hematomalar, yəni beyində baş verən hematomalar daha yüksək səviyyəli risk taşıdığı deyilə bilər. Bununla beraber dereceleri de yine ehemmiyet taşımaktadır. Üçüncü dereceli hematomaları ise daha çok riski taşır. Çünkü burada kan toplantısı daha çok olduğu kimi həcmi de hematomanın daha böyük olabilir ve diğer organlara da təsir gösterebilir. Hatta toxumlarda nekrozlaşma baş verebilir. Yani bu diğer organlara da sirayet ederse hayati riskler taşıyabilir. Xüsusən də diğer önemli, yani mesela beyine təzyiq etmesi, ürəyə təzyiq etmesi, adiyələ təzyiq etmesi, yani hematomanın hayati organlara təsir etmesi onun törədəcəyi fəsadı da artırmaqdadır. Burada hematomanın ölçüsü de nəzərə alınmaqdadır. Çünki məsələn kiçik hematomalar daha sürətlə sorulub gedə bilər. Amma məsələn həcminin artması, daha böyük hematomaların bədəndə meydana gəlməsi onun sorulmasını da çətinləşdirməkdədir. Hamiləlikdə hematoma qanaxmalarının baş verməsi çoxsa müşahidə edilən bir haldır. Yəni bu belə də deyilə bilər ki, məşhur bir xəstəlikdir. Hematoma qanaxmalarının olması, yəni əməliyyata səviyyət verəcək böyüklükdə olmadığında normal qanaxmalar halında baş verib gedə bilər. Qanaxmalar olduğunda bir dəfə həkimə getdiyində həkim bunu qan kəsdi və buna uyğun dərmanlar yazdıqdan sonra, yəni o qanaxma olduqda ikinci hematomadan qarşı həmin dərmanları aldın. Bundan sonra yenə qanaxma olduğunda artıq həkimə getməyə ehtiyac olmur. Çünki yəni səbəbini öyrənmiş olursan ki, bu qanaxmaların niyə baş verdiyini. Bununla beraber bir diğer mövzu ise ektopik hamiləlikdir. Yəni bunlar əslində birbiriyle bağlantılı xəstəliklər olmasa belə hamiləlikdə baş verən xəstəliklər olduğundan bunları ardıcıl surətdə anladıram. Ektopik hamiləlik isə uşaqlıqda normalde inkişaf edən zigotanın uşaqlıqda deyil də başqa bir yerdə, yəni uterus xarici bir orqanda inkişaf etməsidir ki, bu da 95% fallob borularına təsadüf edir. Yəni yumurtalıqda deyilə bilər, qarın boşluğu da deyilə bilər, bunlarda da baş verdiyi olur. Lakin 95% ektopik hamiləliyin baş verdiyi yer fallob boruları olarak müşahidə edilməkdədir. Bunun da müəyyən səbəbləri vardır. Məsələn, normalda hamiləlikdə prosedurla belə baş verir ki, yumurta ödeyilə mayalanır fallob borusunda. Mayalandıqdan sonra burada 4-5 gün hərəkət edir və hərəkət etdikdən sonra uterusa düşür, yəni uşaqlığa düşür. Burada 1-2 gün qalır. Bura yəni uşaqlığa implantasiya edir. İmplantasiya etdikdən sonra isə buradan inkişaf başlayır. Burada ektopik hamiləlik dediğimiz vəziyyətdə isə bu baş vermir. Fallob borularında orada inkişaf etmeye başlayır. Yəni aslında uşaq diye bir şey olmur orada. Sadece olarak orada inkişaf etmeye başlayır ve inkişafını orada devam ettirir. Bu şəkildə olduqda fallob borularında inkişaf edir və yaxud da qarın boşluğunda inkişaf edir və yəni bu əlavə bir tromb kimi və yaxud da miyoma kimi qalır orada və onu oradan götürmək lazım olur.
Çünkü yani bu normal prosedura değil ki orada mesela inkişaf etsin. Normalde inkişaf ettiği yer orada değil yani. Bu da əməliyyatla götürülməli. Əgər kiçik haldadsa, məsələn, dərmanla müalicə ola bilər ki, metotrexat verilməsiyle döl toxumasının inkişafını dayandırır. Dərman və bunun kimi dərmanların qəbulu onu saxlaya bilər inkişafını. Amma ki, irəliləmiş halda laparoskopik əməliyyat və ya da laparotomiyanın yerinə idrası ilə ancaq buradan həmin uşağın götürülməsi baş verir. Laparoskopik əməliyyat nədir? Laparotomiya nədir? Qısa şəkildə izah edeyim. Laparoskopik borular vasitəsilə qarın boşluğuna girilməsi və burada əməliyyatın kamera görüntüsü və ilə içəridə əməliyyat alətlərinin də daxilə həmin borular vasitəsilə yeridilib, əməliyyatın qarın boşluğunda keçirilməsi, lakin qarın boşluğuna bir neçə deşik açılması ilə bu əməliyyatın keçirilib, cərrahi kəsik aparılmadan əməliyyatın icra edilməsidir. Laparotomiya isə, açıq laparotomiya əməliyyatında isə bildiyimiz açıq cərrahi əməliyyatıdır. Burada məsələn, müqayisə olaraq bir misal verəcək olsam, bəzən məsələn, laparoskopi əməliyyatın da riskli olduğu yerlər olur. Məsələn, laparoskopi əməliyyat daha effektiv görsənir ki, açıq cərrahi kəsik olmur. Lakin bəzən bunun da riskli olduğu yerlər olur. Məsələn, hamiləlik vaxtında və ya da hamiləlik olmasa belə, hamiləlik vaxtında misal olaraq versəm, qarın boşluğuna əlavə bir maye toplantısı olduğunda və yaxud da hamiləlik vaxtı deyil, bu bayaq danışdığımız ektopik hamiləlik kimi haldır. Burada məsələn, o fallop borusunun götürülməsi lazımdır. Bu zamanda məsələn, laparoskopik müdaxilə edilir. Burada məsələn, qarın boşluğunun mayesinə əgər ki, olması çoxdursa, burada maye toplantısı yüksək səviyyədədirsə, bu biraz daha risk təşkil edəcəkdir. Çünki məsələn, burada mayenin olması qarın boşluğuna edilən təzyiqin yüksəlməsi deməkdir. Bu təzyiq yüksəldiyi vaxt isə boruların içəriyə salınması biraz daha risk daşıyır. Bundan əlavə, burada karbon qazı infusiyası aparılır ki, yəni bu da həmin mayenin yüksək olmalı və burada təzyiqin artmasından dolayı həmin bu karbon qazı infusiyası riski də artmaqdadır. Bununla bərabər orada trokar yerləşdirilməsi olur ki, həmin bu borunun, metal borunun yerləşdirilməsi olur ki, onun da riski artır. Çünki məsələn, təzyiq artığında həmin borunun yerləşdirilmə riski də artır. Bu zaman əksəriyyətlə drenaj vasitəsilə qarın boşluğunun mayesi çıxardılır və bundan sonra laparoskopik müdaxilə aparılır. Lakin əgər ki, risk yüksək səviyyədədirsə burada açıq laparotomiya əməliyyatına gedilir əksəriyyətlə. Bundan başqa nəyi deyə bilərəm? Ektopik hamiləlik haqqında bunları demək olar. Məsələn, təyini var ki, diaqnozu H-beta testi, H-beta-CG testi ilə təyin etmək mümkündür. Məsələn, orada fallop borularında olmasını və yaxud da qarın boşluğunda həmin bu inkişaf edilməmiş dölün olmasını və yaxud da UZI vasitəsilə müşahidə etmək olar. Dediyimiz kimi, ultrasəs vasitəsilə qarın boşluğunu və ya da uşaqlıq boşluğunu müşahidə edib burada həmin bu dölün olub olmaması aşkar edilir. Əməliyyatda da bəzən uşaqlıq borusu tam çıxardılır və yaxud da hissəvi çıxardılır bu şəkildə. Biz məsələn, necə ektopik hamileliğin olduğunu bilmək olar. Uşaqlıqdan gələn qanaxmaların özü bunun bir əlamətidir ki, mütəmadi qanaxmaların olması burada
ektopik hamileliğe bir göstergesi olabilir. Çünkü burada hormonal değişiklikler de sebep olur. Ektopik hamilelik, progesteron, estrojen seviyelerinde burada leke anında kan akını, parlak görmezi halde kan akını olur ki bu da bir alamet olarak deyilebilir. Benim diyeceklerim bu kadardır. Fikirlerinizi bildirebilirsiniz. Adım İslam'dır. Sağ olun.